Dostlar, salam canlarım. Bugün yenə silah modu part 3 çəkəcəydim, amma part 3 ya da 4 olmalı. Nəysə, bugün yenə kamil bir eşeklik yapıb 20 milyard nanor 20 milyard dənə dünya yaratdı və buna görə də o dünya özünün uydurmağına görə silinib. Nəysə, biz də paşa kimi bu videoda ev yapıb genişləməyə çalışacağıq. Gəlin başlayaq. Öncəliklə uşaqlar envanterimizdə buranı bir düzəldək ki, hatta nərmini də bura qoyaq. Yəni həmişə kimi eyni başlanğıcı eləyəcəyik. Amma bu səfər fikirlərim farklıdır. Ağac ev tikməyi düşünürəm. Yəni küçük bir ağac evi bizə məncə bəs olar. Hemen odunlarımızı qırıq. Daş balta yapaq. Bu arada ağrını nə çəkim? Yəni e-futbol çəkməmi istəyirsənsə e-futbol çəkə bilərəm. E-futbol kutu açılımı üçün uşaqlar çox şey yığmağa çalışıram onda. Zaten e-futbol kutu açılımı deyə bir video çəkəcəm. Və e-futbol what the ya burada niyə bu kadar zombi var? Oba, uşaqlar vurduq, tamam. Bildiğim Minecraft Pro'su. Və e-futbolda bilirsiniz də mən free beleş video çəkəndə mən narahat edirəm. Nəysə uşaqlar, dediyim kimi yəni e-futbolda kutu açılımı üçün e-futbolda kutu açılımı üçün şey yığıram. Hələ bir sürü ödül yığmaq istəyirəm ki, sizlərlə bir yerdə maraqlı çəkim. Çünki oyuna para yatırmaq kimi bir dərdim yoxdur. Yaxşı şeylə olmuyor. Hədə yəni niyyətim yoxdur. Çünki yəni bu oyuna pul verənlər nətərdir? Yəni onlar YouTube'dan qazandığı maaşla oyuna pul vururlar. Mən bir dəqiqə yəni YouTube'dan maaş qazansam, yəni niyə e-futbola pul vurmuyorum ki? Məntiqli fikirdir. Nəysə, biz envanterimizi düzənləyib qaydaq. Uşaqlar, yenə mən bebe zombi tarafından öldüm. Bəli. Və şu an harda olduğumu belə bilmirəm, yəni. Görən əşyalarım hardadır? Yenə həmişə kimi ölməklə qəşəng bir başlanğıç yapdıq. Deyən düz getmişdi eləmi? Yəqin ki, düz getdi uşaqlar. Niyə? Çünki video indi bağlayıb təzədən incələyəm. Çünki o qədər əmək. Video 40 dəqiqə olar. Aha, orada deyən şey. Evet, orada bəli tapdıq. İndi həmən yerləşəcəyik. Bebe zombi var ey. Sənin ben bacını taşıyımsanı, taşıvıq əşyamsanı. Nəysə, onu boş verə. Amma indilik ev yapa bilərik. Hemen şimdi bak balaca bir kulübe tikəcəyik. Bak. Kamil, səhər eləmə. Bəsdir. Şola artıq tək video çəkməyə düşünürəm. Yəni çünki Kamil bildiyiniz üzrə kreativ şey canavardı. Hatta öz dünyamda buna bənzəyən bir silah mod tapsam öz dünyamda şey eləyəcəm. Bir dənə silah modu qoşacağım və onu təhət çəkməyə çalışacağım. Təhət çəkəcəm. Yəni uşaqlar Minecraftda tək silah modları qəşəng yəni izlənir. Modlar falan izlənir. Uşaqlar Kamillə bu aralar dötü qalxıb. Nəyə görə? Hemen açıqlayım sizə. Buna görə ki, mən buna demiştim ki bir dəfə sən videolarda agroza kullansın deyə sevilir videolar. Bu da bundan ilham alıb şey eləyib çünki sən məndən video çəkməsən, nə izləməzsən. Yalan deyirəm ki, Azərbaycan mühəndisi. Olsa Avropadan şu an oynuyorsan ama neyse. Yani zaten uşaqlar adicə Minecraftda köhnədə çakma oynayan bir insandan siz nə gözləyirsiniz? Həqiqətən də burada çakmada oynuyor köhnə vaxtda.
Tabii sonra mən bunu öyrətdim ki, bax belə olur, belə olur. Axırda da bildi. Eskiden Minecraft oynamağı çok hoş diyoruz. İndi oynuyoruz. Prosto indi YouTube açmışıq deyə 4 tavan yapır. Bilmirəm nəyə görə. Amma biz evimizi tikmək üçün hazırlaşaq. Çünki axşam çox təhlükəli bir gün olacaq. Burada bebe zombilər garanti gəzir. 8 dənə mən niyə toplanım? Beynim yox deyim. Yəni kazmaya yapaq. Zaten bizi zombilerden koruyan tek şey bu arada tapanca olacak. Neyse biz Kamil de uşaqlar bu videonu normalde çəkməyəcəydim. Çünki Kamil o kadar qıcıqlıq eləyirdi ki, Kritovda mən deyək ki, Kritovda mən nağarım deyən. Kritovda nağarım. Neyse. Boş-boşuna niyə eləyirlər? Bu arada yaxınlarda köy də ola bilər. Bura çox boşdur. Ya həmişə sizə bir ipucu vereyim. Bal kabağı olan yerlərin qabağından geçsəz və belə boşluqlar görsəz, bilin ki, yaxınınızda köy var. Bu ipucu da məndən. Bu ipucuyu da mən ısmarlayıram. Birincisi evi tikmək lazımdır. İkincisi aclıq problemini çözmək lazımdır. Yəni görüncü Kamildə oyundadır. Neyse. Futbol videosu çəkəcəm bu arada. Yəni xoşdasız sinif yoldaşım Əli ilə də oynaya bilərəm. 3v3 kapışmalar olur. Orada da Əli ilə qəşəng performanslar yapa bilərəm. Köy tapacağıq dedik də köy tapamadıq, amma balaca bir kəşfiyyata çıxa bilər. Bir də yemək problemimizi çözmək lazımdır. Neyse mən olgun bir yer bulub gəldim. Uşaqlar, olgun bir yer dedim, baxın, bura qəşəng bir dənə ağac evi tikmək olar məncə. Məntiqli fikirdir. Burada da yerləşərik. Düşünərək yenə qara seni, inadına bırak da ara beni. Söyləmədən oldu. Amma buradan da pilləkənimiz var. Qəşəng VIP pilləkənlər. Bu arada fırında yapaq. Çünkü fırın bize lazım olacak yemek pişirmek konusunda. Bugün o kadar enerjik değilim. Belli. Maşallah dedim. Uşaqlar, bir də sizə bir söz deyim. Dərslər yaxında bilirsiniz də, məktəblər açılacaq. Kim hazırlığa gedir? Yəqin ki, %50'niz falan getmir hazırlığa, amma nəsə. Kamil, sakın səhər eləyim demə. Hemen biz yerləşirik küçük kulübemizə. Küçük kulübemiz dediğim hələ evi tikməmişəm. Yatağım yoxdur, amma bağırsağımı çürüyə bir gün keçirir. Mən nağarım. Mən belə istəyirəm. Aqra kullanmağa gəlibsənsə bu videoda lazımdır. Aqra olanla sevim səni, sadəcə mən nervlətdiyin üçün. Adama bağlanmadı. Macera açıqdır. Neyse uşaqlar. Biz evimizi tikək. Bu arada arada bir blok silinir. Yəni Minecraft'ın nəydi? What the fuck? Neyse uşaqlar biz Qayçuk kulübemizi videoyu kəsməyə Kamil sənə kritik eləməyə. Nəyəm? Mən nağarım. Neyse uşaqlar. Ay çox şeylərdik. Biraz şeyləyək. Səhər bu arada səhər kimi gözlədik yəni. Ay. Və uşaqlar, ayrı nə videolar gəlsin? Yoruma sadəcə hədəfi 100 abunə zad yazsınız. Nə olar? İndi yeni videolarımı izləyən tayfa.
Bir dənə yorum yazın. Hansı oyunu çəkim artıq? Baxdım. Yəni çox şey. Danışmırsınız da ya. İmkanı yoxdur. Videoda sizi danışdırmaq üçün gərək mən nə qalmalıyam qağa. Şöyle buradan da dırmaşmalıq bir yer yapaq. Tabi biz bu evə nə tər girəcəyik? O da var. Aa! Qadın sürü. Zombilər təşviq eləməyə gəldi bizi. Neyse evimizi hələ tam tikənməmişik. Evimiz üçün yemək toplayaq biraz. İnəkdir, zaddır. Elə qurbanlıq ətlərdir. Biraz yemək toplayaq. Oba. Toyuq da toplayaq çünki işin sonunda olsa hamısını pişirəcəyik. Bax, ən çox vuranmadığım şey bilsiz nədir? Bu toyuqlardır. Çünki uşaqlar çox balacadılar deyə küçük boyundadılar. Ona görə vurulmaz bu hal çox zordur. Orada çöplük kimi deyil. Ya yenidən əşyalar mı teleport? Bax görə indi nətər teleportdan asıza əşyalar. Hop hop hop. Nə oldu? Neyse. Biz şimdi amacımız kömür toplamaqdır yakıt elde eləmək üçün. Və şansımıza da burada kömür var. Yine karasini inadını bıraktar abi. O. Ya mən asla rahatam ya. Mən köhnə Bedwars oyuncularından birisi olmuşam da yağış yağır. Ona qurban. Yani hiç Kamil yine. Aa kadın sürücü. O sırada Kamil'in mal kışkıran Metakayagil izleme şekli. Uy, Metakayagil aura. Ne? Kart bağlı. Kart ne ta? Krit vela o değil. Ya kömür toplayacağıq. Sevgili Minecraft. Bu becerileri belə eləyibsiz, tamam, ok da. Yani biraz insan zaten Hristiyanlardan bunlar, ne anlayırlar insanlar. Hah, geldik. De. Biz nətər dırmaşacağıq. Bu işin sonu da böyle bitermiş. Bak bu arada uşaqlar, mən arada bir belə qışqırıram ya, kadın sürücü mürücü. Bunun izlədiyi Metakayagil aura moment. Da yaza baza. Kamil kimdir deyə soranlar varsa. Kamil kendine aurasının ay. Gözümden bir bok koymaq lazım. Şu blok kıramırıq. Ay dədən. Direkt 4 parmak mı oynayayım? Şöyle 4 parmak. Sanki şey qırığı. Aa, nefesimiz kurtardı. Nefesimiz kurtardı. Sevgili Minecraft yöneticileri, mən sizin uşaqlar, bezdim artıq. Bəlkə bu videoyu iptal eləyəcəm. O dərəcə nervlənirəm şu an Minecraftda. Adicə Minecraftda nervlənirəm. Niye? Əşya verə. Ne bileyim. Qılınc, balta, zat. Vurma. Özüm götürüm də inventarindən. Nəysə. Vurma. Baxa görə inventarindən nə var götürək. Oo, kazma varmış, onu Ay götürək. ma. Benim şeylerimden ne işin kaldı? Bir də balta atarsan da ama. Ne? Balta atarsan qılıncla. Ne balta Şeyine- işleyim kalmadı. Verme lazım onunla. Bunlar. Ne balta atayım ben? Sağ balta attım. Tahta balta var bende. Götürsene. Sənə nidrat balta vardı. Videoda Nidrat balta bana şey göre lazımdı. nə görə? Video çeşirəm. Video Tahtalar vardı. Onların hepsi verme. attım aşağımdan. Ay Allah. Başlayacaq olay çıxartmağa. Biraz daş qıracağım artıq. Bu video uşaqlar, yəqin ki siz də sevmədiniz, mən də sevmədim.
Bezdim. Xalq gedər Minecraftda xalq gedər PUBG sakit oynayar. Mən adca Minecraftda konser olamayım. Niye? Neyse crafting table tapalım. Bu oyun belli bizi kanser etmək istəyir. Ya birinci özüm yerləşəcəydim. Artıq silahım da sıfır oldu. Normalde o dünyayı silməsəydi tabii ki Kamil enayi olduğu üçün, qardaşımla evlənmək üçün, kəndi my god çocuk zannetmək üçün gedib dünyayı silib və məni danışamıram da. Elədiyimi takdirdə nə eləmə ay Kamil. Metakaya gələ, Metakaya gələ abi götünü mü kaşıyırsın? Videolarını elə merakla baxsan ki, gəlib buradan hələ meydan oxuyur. Gedir Metakaya gələ baxıb avro toplayır, özü sigma hissi edir. Neyse biz eşyalarımızı yapalım. Kanser olma. Bu video artık kanser olma challenge falandı yani. Ya benim şu sikenim niye belədir? Kimse. What the fuck? Balta yapıyorum izle. Abla sarı abla kim? Kendimi sikiyorum. İzle. İzle. Yıkıyorum. İzle. Şu an uşaqlar bəlkə sinirlənməkdən bəlkə kalp atışlarım 2 milyonda falandır da. Şu an ürəyim zaten tap atır. Halay çəkənlər var oluyor belə top nağara oluyor belə onun kimi. İndi nağaracı boş oturup belə kısa Girl Roblox falan taklidini mi eləyir? Eleştiri videomuz. Neyse. Özünü mən lağa qoyma. Allah koyma. Neyse uşaqlar. Ben özümün şu an ya koşamayacağım. Çöl. Uşaqlar bugün çöy tapdıq və çöydə netherite balta qılınc var, bəli. Hadi. Amma spama. Spamla. Spama. Spamon da. Tabii ki. Zaten çöy canavar. Montaj kurabilirsen. Oh my gosh. Sen ne satsan ha? Bas altı. Bu satır bu satır. Ama Uşaqlar ağlımdakı şeytan fikri gördünüz de şimdi. Koş hadi, koş hadi, koş ormanda özgürlükçe. Ay mal her şeyim. Koş hadi koş ormanda özgürlükçe. Koş hadi koş. Neyse uşaqlar biz qaçdıq, bəli. Kamilin kreativ malikanəsindən də qaça bildik, bəli. Bəli. Sənə təsərrüf və yeraltı ev yapmaq qərarına yenidən gəldim. Çünki dediyim kimi çəkil qırağa. Yəni dediyim, bal qabağı var. Bəlkə köy tapa bilərik. Bilvatlar. Və bu arada elə bir mod qoşdum ki, hər gün bu Minecraft serisi yapırıq. Ona girəndə artıq fərqli əşyalar verə bilər. Məsələn, Eltra da verə bilər, Netherite əşya da verə bilər. Yəni uşaqlar, açıqcası Kamilin nəyinə qıcıq olsunuz? Mən ən çox qıcıq olduğum şey hər şeydir. Neyse biraz yemək avlayaq və köy axtaraq. Baxın bu bal qabaqlarının qabaq olduğu tərəfdən. Əgər baxın bu tərəfdən son nöqtə atışı varsa o tərəfdən gedin. Əgər görürsünüz ora məsəl üçün baxın buradakı ağaclar kimi qəribədirsə, yəni çoxlar varsa bilin ki köyə yaxın deyilsiniz. Amma belə böyük yer varsa köyə yaxınsınız. Yəni o mən köyə yerləşməyi düşünürəm. Çünki ev yapmaq kimi üşəngeçlik yapamıram. Üşəngeçəm çünki. Yəni çünki kənd, köy falan filan. Neyse uşaqlar mən yoxsa burada silahlarımızı tapa bilərikmi?
Sevgili Minecraft yetkililerine sesleniyorum. Hakkı bu arada. Neydi onun adı? Biz bu Minecraft'ı zaten parayla aldık. Money Talks. Çönədən Kamil zaten çakma oynuyordu. Hamı uşaqlığında çakma oynamışdı oğul. Bəli. Bu video biraz uzun çəkəcəm çünki sizlə dərdləşmək istəyirəm biraz. Ya zaten yorumlara heç nə yazmısınızsa, salam Mirağa yazsınızlar bir şey yazmısınız. Ya bir dənə oyun falan deyin yani. Ne olur? Please. Please make help me. Ve bu arada Arena Battlegrounds kimi oyunlar gəlsin mi? Yani Battle Royale kimi oyunlar falan filan yani. Gəlsin mi? İstəyir misiniz? Mən istəyirəm, nəsə köy tapıb gəldim. Uşaqlar 500 kilometre yerim. İlla ki buna demək lazımdır da. Bunu qoyasan Creative'da eləcən Creative'da sürünsün. 500 kilometre 500 kilometre 500 kilometre yol şeylədim. Enderman. Tamam, okey. Buradan demirci çıksın o. Bu arada size sokmalık bir tane bilgi vereyim uşaqlar. Sizin fikriniz var. Bak şimdi golemi çağıracağım. Golemi çağırmacı var mı? Gözüm bura. Deyək ki crafting table koydunuz. Və golemi də vurmağa çalışacaq bu arada. Golem hardasan? Kimsən? Golem burada işini yapır. Narahat olmayaq. Golemi narahat eləməyək dostlar. Çünki o da iş görür. Onun da işi, peşəsi buranı qorumaq. Tabi bundan mən vaxtı ilə dəmir çalacağım. Tabi mən də öldürəcək bilən alışmışam. Sevgili Minecraft yetkililərinə səslənirəm. Şu Minecraft'daki golemlərə siz nə çizdirifsiz ki bunlar mutant geçirir elə bir qaqa. 3 blok baxın, 3 blok qoyuram. What the Qadın sərəcək! Kaç koş hadi. Koş. Ormanda özgür. Bak golemi izleyiciyiz. Golem buraya gelmeye çalışacak. Bak. Oy. Bak golem görsüz sizi görmür. Ben tabi bu enderman'a sataşmayacağım. Ve golemi aşağı elədik ve buradan da beleş dəmirimiz oldu. Beleş özde kaç tane? 5 tane. İyi. Bundan birinci kalkan eləyəcəm. Bir de üstte çıxaq baxaq görək nə var. Bu arada video 22 dakika sürdü ya. Bu da vaxt keçirməli bir video olsun. Səhər niyə video atamadım? Normalde səhər də atacaqdım. Bizim postanlı Kamil bəyin zaraqqas az olduğu üçün girdi YouTube Shorts canavar setini açdı modunda. Ciddi modunu açdı. YouTube Shorts canavar modunu açdı. Girdi YouTube Shorts'a. Metakayagil aura. Neyse. Pardon. Bu arada uşaqlar diyeyim. Eğer mən 50 abone eləsəz, yəni ananızın atanızın telefonundan da abone olun, zəhmət olmasa. Niyə? Çünki 50 abone olsan, baxın, o qədər qəşəng şeylər eləyəcək ki, mən canlı yayın falan açacağam belə. Sizlərlə söhbət canlı yayında eləyə bilərəm, oyun canlı yayında eləyə bilərəm. Bayağı qəşəng vaxt keçirəcək sizdə. Yalan. Yəni canlı yayın qəşəng açacağıq, söhbət falan eləyəcək. Bu arada de yapabiliriz de birinci kazma yapalım. Kalkan o kadar önemli değil. Yalan. Hemen şöyle koyduk. Bəli. Neyse uşaqlar. Şimdi biz baltayla işimizi gördük. Şimdi crafting table'ımızı aldık ve çörək qayırırıq. Bəli. Tamam. Biraz ekmek eləyək. Uşaqlar biraz ekmek alaq ki, yəni çünki acı karakter testi açır və Minecraft yetkililəri də heç bir şey dinləmir deyə. Sevgili Mojang. Yani sevgili Mojang. Evet, dinliyorum sizi.
Bu golemlərə bilmirəm nə ağırlıq varsa, yəni Minecraft uje golemlər bilsiz nə səviyyəsinə gəlir. Vardanı döyəcək səviyyəsinə gəlir. Vardan belə qafa. Abi ön seviyim abi deyəcək. O səviyyə. Yəni 3 blok qoysuz oradan da vurur. İncə tabii 2 blok qoydum. Və bizim yerləşəcəyimiz evi tapmaq lazımdır. Gözüm bir dənə. Oturamadım evin üstünə. Nəysə. Hemen kilisədə qalınmaz. Birazca mənim evimdə yerləş. Ona görə kilisə cırt. İnəkləri kəsməyək çünki bilirik ki, bunlardan farm yapacağıq. Bu evdə yerləşmək olar əslində. Həm geniş deyil, həm bir şey deyil. Və uşaqlar bir dənə taktik öyrənmişəm elə bir. Bir dənə önə işələyən YouTuber deyib ki, əgər şeyi belə qoysaz, baxın, köylülər evinizin içinə girəmir. Güyə. İndi gözləyirik axşam olmasın. Kamil, səhər eləmə, denəyi baxaq. What the? Nə oldu? Ha, git səhər girəmirmiş. Hə, amma axşam deyil axı ona görə. Şu an yapmağa çalışıram. Baxın, zaten görürsünüz düşana qədər bastığımı. Hə. Və köylülər sizi belə narahat eləmirmiş. Və deneydi onlarla. Ay, yatdana sən də. Ay. Hə. Mənim evimdə yerləşsən yataram. Özü yatdı. Uşaqlar, videomuza like atıb abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, cici baxın. Bye bye. Bibi.